İlk öncə xoş gəlmisiniz Əmircana. Xoş gördük. Əmircanla bağlı təəssüratlarınız necə? Deyim ki, ilk dəfədir biz Əmircan kəndinə gəlmişik. Təxəyyül qrupu olaraq Rəssamlar İttifaqının nümayəndələri ilə birlikdə, Ay və Saat rəssamlıq kursu ilə birlikdə tələbələrimiz çox məmnun qaldılar. Çünki həm onlar, həm də biz həqiqətən Əmircanın bu qədər, yəni qədim tarixini görmək bizim üçün çox xoşdur. Ona görə ki, Azərbaycanın hər qarışı tarixi abidələrlə, yəni zəngindir və biz də bunu gəzib dolaşmalıyıq. Həm özümüz üçün təkrar bilik qazanmalıyıq, həm də tələbələrimiz üçün yeni bilik mənbəyi olmalıdır ki, onlar da sonra böyüyəndə, təhsil alanda özləri daha mükəmməlləşsinlər, təkmilləşsinlər. Ona görə Əmircan kəndi həqiqətən də Bakı kəndlərindən belə deyim də birinci ekskursiyamızdır və ümid edirəm ki, daha gözəl yerlər biz gəzəcəyik. Biz də sizə təşəkkür edirik. Çox minnətdaram. Mən sizə təşəkkür edirəm ki, bizə bugün belə bir şərait yaratdınız və bu məscid haqqında bizə ətraflı məlumat verdiniz. Şagirdlərimiz də məmnun oldu, biz də məmnun olduq. Çox minnətdarıq və Azərbaycan mədəniyyətinin, incəsənətinin fəallığında göstərdiyiniz sizin də təşəbbüskar bu təşkilatçılığınıza görə sizlərə alqışlayıram, minnətdaram. Sağ olun.